Hə, daxili motivasiya var və xarici motivasiya var. Daxili motivasiya insanı daima, yəni belə deyək də, hərəkət etdirən bir motivasiyadır. Xarici motivasiya nədir? Siz də videodan baxırsınız, ay sizə kimsə deyir, bacaracaqsan, eləyəcəksən falan falan. Всё, dolursunuz hava kimi, hava şarı kimi, всё genəlirsiniz, başlayırsınız nəsə etməyə. Üçüncü gün hava şarınız partlayır. Gəl elə, eləmirsən. Və bu xarici motivasiya maks 2-3 gün gedir, ondan sonra getmir və sən bacara bilmirsən. Sən həddindən artıq üstünə yük alırsan ki, bu yüklər sənə aid deyil və sən onun öhdəsindən gələ bilmirsən. Yəni daxili motivasiya nədir? Birinci sən özünə uyğun seçməlisən də, ixtisas seçməlisən. Bir də yeri gəlmişkən nə deyim mən? İxtisas məsələsi. Baxın, ilk öncə belə başlayacağam. Yəni ki, belə tavsiyə edə bilirsiniz də. Evdən sizə deyirlər ki, hazırlaş, falan yerə gedirik, düzdür, bir qohumunuz gedir. Amma heç o qohumu sevmirsən, ha, zəhlən gedir. Getmək istəyirsən, xeyri, yola verirsən, sonra gedərəm, sonra eləyərək, nə bilim, bəlkə getməyim, sən baş ağrısı tutur, yuxusuzluq olur, heç hazırlaşmağı istəmirsən, 10 dəfə deyirlər sənə hazırlaş, amma etmirsən də, yəni getdiyin yer səni motivasiya etmir, səni ləzzət eləmir. Amma bir də deyirlər ki, falan kəs gediriksən, ən çox istədiyin qohum gəlir. Sən üçün necə hazırlaşdın, ora heç özün də bilmirsən. 5 dəqiqə hazırlaşdım, всё. Aydındır? Yəni belə deyək də, o bir video var idi. Gəzmək deyəndə, sürənmək deyəndə heç ağrın olmur. Bax, o məsələdir. Yəni ixtisas da elə belə məsələdir. Yəni bu universitet məsələsində, oxumaq məsələsində, hazırlıq prosesində sənin getdiyin yer, məsələn, ixtisas səni bu həqiqətən motivasiya edirmi? Sən buna çatmaq istəyirsənmi və bunu sən seçmisənmi? Əgər ixtisas olaraq sən seçmisənsə və bu sənə görədirsə, bu səndə daxili motivasiya yaradır. Və sən ona görə yorulanda da gözündən yuxu axırı, ölürsən ayaq üstə oxumaqdan. Amma yenə də həmin halda oxuyursan. Bax, buna deyirlər əzm. Budur daxili motivasiya. Səni buna sövq edəcək bir proses var, bir məqsəd var. Sən ona görə rahatlıqla oxuya bilirsən. Tələbə gəlir konsultasiyada, təhsil koçu konsultasiyada, deyirəm ki, ixtisasını nə seçmirsən, özün seçmirsən. Biraz danışanda görürəm ki, ixtisas buna görə deyil ki, bu özü seçməyib. Bunu atası seçib, anası seçib və bir də heç ailəyə məxsus olmayan, heç tanımadığı bir qohumu, bir nəslindəki kimsə seçib. Və o uşaq oxuyarmı? Əsla. Valideyn var ki, ixtisası valideyn özü seçir. Uşağa dayadıb ki, sən bunu seçməlisən, sən bunu oxumalısan, sən bu olmalısan. Sonra uşaq oxumur, nifrət edir və günü-gündən nəticəsi azalır. Savadlı uşağı da savadsız edir, qoyur. Sonra deyir ki, mənim uşağım belədir, mənim uşağım bacarıqsızdır, üstünə də deyirsən, bir şey bacarmırsan, etmirsən, halbuki uşağın potensialına valideyn öldürüb, yəni. Yəni, bu məsələ də var. Təkcə hər şey tələbənin özündə deyil, şagirdin özündə deyil. Məsələ müəllimlikdir, məsələ valideynlikdir, ətrafdır. Yəni, bir dənə bir şeydən asılı olsaydı, həll etmək çox rahat olardı. Elə uşaqlar var ki, tələbələr var ki, müəllim çox gözəldir, müəllim onu motivasiya edir, müəllim kömək edir, evə gedir, valideyn korlayır bütün sistemin. Yoxdur, valideyn çox yaxşıdır, valideyn çox dəstək durur, anlayır, başa düşür, məktəbə gəlir, hazırlığa gedir, müəllim bütün onun həvəsini öldürür. Yəni, daha nə oldu? Ona görə də valideyni seçə bilmirsinizsə, heç olmasa müəllimi düzgün seçin. Bunu demək istəyirəm. İxtisas özünüzün olsun, ixtisas özünüz seçin, özünüzə məxsus olsun. Bu belə. Bu haqda danışdım, daxili və xarici motivasiya. Sonra mən nə demişdim? Beyin necə öyrənir? Beyin uşaqlar, mən hər zaman deyirəm ki, uşaqlara, bir məlumatı öyrənən zaman bunu bir baxın görək həmin məlumatı öyrəndinizsə düzdür və sən onu bilib-bilməməyi necə yoxlaya bilərsən? Bir 5 yaşlı uşağa sadə dildə izah edə bilirsənmi onu? Əgər sadə dildə izah edə bilirsənsə, demək ki, artıq sən bunu bilirsən. Aydındır? Müəllimin məsəl üçün artıq o qədər izah edib ki, bu mövzuları bilir də. Öyrənməyin ən yaxşı yollarından biri də elə bir kiməsə öyrədirmiş kimi öyrənməkdir. Sadə dildə. Beyin necə öyrənir? Sadə dildə.
Ona belə əndirəqadi sözlər lazım deyil. Ona adi bir sözü, adi bir teoremi xırdalayıb rahat formada beyni ötürmək lazımdır. İlk öncə bu prosesi müəllim edir. Müəllimdən sonra müəllim edir, verir tələbənin özünə. Tələbə isə artıq özü daha da xırdalayıb, başa düşəcəyi tərsə özünə edir. Öyrənməyin yolları var, texnikaları var. Bunların hər birini öyrədirəm uşaqlara. Baxın, sadə dildə öyrənir. Yaddaş, belə deyək də, yaddaşımız necə olur? Daha güclənir. Sadə dildə öyrənilir, düzgün öyrənilir, hiss-hissdə ayrılır, rahat formada ötürülür. Sən bir dənə tortu elə bütöv yeyə bilərsən. Əlbəttə ki, xeyr. Sən bunu birinci kəsirsən, sonra doğrayırsan. Sonra vilka ilə yavaş-yavaş. Bilgi də eynən belədir. Beyin həzm edə bilmir axı o bilgini. Aydındır? Demək ki, beyin necə öyrənir? Diqqətlə, yaddaşla, təkrarla, yuxu ilə, emosional bir də stres vasitəsi. Niyə? Gec yatmamaq, telefondan çox istifadə etməmək və yüksək stres. Yüksək stres olanda öyrənə bilmirik. Gec yatmaq eyni zamanda bizim bədənimizə lazım olacaq hormonların ifraz olmaması deməkdir və həmin hormonların bədənimizdə az olması deməkdir. Və biz nə gec yataq, səhərsi günü əzik pomidor kimi oluruq. Yorğunuq, elə bir gecə bizi kimsə döyüb. Bizim öyrənmə, belə deyək də, potensialımız günü-gündən azalır. O qədər yorğun oluruq, heç bir şey etməmişik, amma çox yorğun oluruq. Əsəbi oluruq, stresli oluruq, həyəcanlı oluruq. Ortada bir səbəb yoxdur, sən aşırı streslisən. Ortada bir şey yoxdur, həyəcanlısan, sən əsəbisən də, əsəbi. Bir dənə adi şey sənə sinirlərinə təsir edir. Ona görə yuxuya özəl fikir verin. Gecə dərs oxumaq qətiyyən olmaz. Mən tələbələrimə icazə vermirəm. İkincisi də ki, biz negativlərdən uzaq durmalıyıq. Mən hər bir tələbəmə tapşırıram ki, negativlərdən uzaq durun. Əgər negativ qohumlarınız varsa, sразу blok atın. Əgər sosial şəbəkələrdə siz çox negativ şeylərə baxırsınızsa, artıq onları takibdən çıxardın, unfollow eləyin. Sonra kimlənsə oturub qeybətləşməyin, danışmayın, nə bilim, negativlərdən bayağı uzaq durun istəyirəm. Ki, bu sizin beyninizə, öyrənməyinizə təsir edir həqiqətən. Əgər davamlı olaraq valideyn deyinirsə, danışırsa, çalışın müəyyən qədər dinləməyin, hə deyib yola verin və sırf oturun otağınızda dərs oxuyun. Bu haqda dedim. Sıfırdan başlayan biri üçün bir dənə hədəf yolu, yol xəritəsi, hədəfini müəyyən edirsən, hansı ixtisasa getməlisən və bu ixtisas həqiqətən sənindirmi? Yəni, uşaq bəzən bilmir, elə bilir ki, uşaqlıqdan böyüdür ki, sən müəllim olacaqsan. Sən mənim gözəl qızım, mənim müəllim qızım, mənim həkim qızım. Uşaqlıqdan dayadılır. Amma soruşulmur ki, qoy imkan verim də, bu uşaq böyüsün, bəlkə başqa şey olacaq. Aydındır. Əgər öz yerinizdə deyilsinizsə, öz potensialınızı yerinə yetirmirsinizsə, artıq siz dünyadan heç bir şey ala bilməyəcəksiniz. Zaman gələcək, universiteti düz əməlli oxuya bilməyəcəksiniz. 4 iliniz, 5-6 iliniz gedəcək. Zaman gələcək, pul qazana bilməyəcəksiniz. Zaman gələcək, işinizdə irəliləyə bilməyəcəksiniz. Elə yerinizdə qalacaqsınız. Ona görə indidən düzgün ixtisas seçin və baxın görək bu sənə görədir yoxsa yox. Seçə bilmirsənsə, konsultasiya yazıla bilərsən və biz bunu səninlə bir yerdə seçək və düzgün sənə bir yol xəritəsi quraq. Mövzuları hissələrə bölmək lazımdır, gündəlik plan qurmaq lazımdır, sistemli çalışmaq lazımdır, kiçik qələbələri qeyd etmək lazımdır, səhv etməkdən qorxmamaq lazımdır və ən önemlisi davamlı olmaq lazımdır. Baxın, göl dama-dama olur. Dama-dama göl olar deyirlər. Sən də hər gün biraz öyrənsən, davamlı olsan, davamlılıq o qədər böyük bir şeydir ki, yəni səni mənfidən yuxarı plyusa qaldıracaq bir yeganə bir şey var, o da davamlılıqdır. Heç bir mükəmməl olmağı gözləmə. Heç kim mükəmməl deyil, əlbəttə ki. Sən gözləmə mükəmməl olum. Sən gözləmə, oturdum mən bunu mükəmməl bir dəqiqə oxuyacağam, fisyoktar partlatacağım, hamısını toplumun səhv düppədüz yazacağım. Niyə? Niyə bu qədər mükəmməl olmaq zorundasan ki? Niyə sadəcə əlindən gələn etmirsən ki? Niyə beynini bu qədər yorursan ki? Davamlı ol, fisyoktarda getdi. Səhv etməkdən qorxma. Səhv etmirsən, əcəb eləmsən. Daha çox səhv etmək lazımdır. Niyə? Daha çox irəliləmək üçün. Səhv insana məxsusdur. Və biz bu dünyaya ilk dəfə gəlirik. Bu dünyaya ilk dəfə gəlirik və bu dünyanın yaşama şərtlərindən bilmirik.
Biz ondan bundan öyrənmişik. Halbuki o bəlkə də səhv yaşayıb. Biz onu öyrənmişik. Ona görə də bilmirik də, yəni düzgün yaşama, səhv yaşama deyə bir şey yoxdur. Səhv və düzgün yoxdur. Sadəcə yaşayın getsin. Bunu etmirsən, sənə görə səhvdirsə bundan dərs götür qurtardı, getdi də. Və özünü yormağa, özünü bu qədər hırpalamağa, özünə bu qədər haqsızlıq etməyə ehtiyac yoxdur. Demək ki, psixologiya çox-çox önəmlidir. Psixologiyanıza çox diqqət edin. Negativdən uzaq durun. Sizi incidən, sizi yoran nə varsa hər şeydən uzaq durun. Bunu bildik. Aha. Və bir dənə bir şey deyim ki, insan beyni dəyişə bilir. Vərdişlər dəyişə bilir. Düşüncə dəyişə bilir. Və bu qədər şey danışıram və avtomatik sənin üzərində bir dənə ağırlıq çökdü ki, məndə bunların hamısı var. Yaxşı, mən bunu necə eləyim? Mənim gücüm yoxdur axı. Mən edə bilmirəm axı. Məndə bu dəyişəcək mi? Əlbəttə dəyişəcək. Fikirlərin dəyişəcək, düşüncən dəyişəcək, xarakterin dəyişəcək. Amma davamlı olsan, özünə həqiqətən bunu etsən, sənin həyatında səndən önəmli heç kim olmalı deyil. Sən özün üçün o qədər çalışmalısan ki, o qədər davamlı olmalısan ki, özünü qaldıracaq yeganə səbəb sənsən. Özünü qurtaracaq yeganə insan sənsən. Səndən başqa səni heç kim qurtara bilməz. Bunu anlayın. Qurtaracaqdarmayın. Sizi sizdən başqa heç kim qurtara bilməz. Sizi sizdən başqa heç kim yüksəldə bilməz. Hər şey düşüncələrimiz idarə edir. Çalışın həyata müsbət baxın. Müsbət tərəfdən baxın. Həyat sizin lehinizədir, əleyhinizə deyil. Nə baş verirsə sizin üçün baş verir. Nə baş verirsə sizin məqsədinizə aparır. Və başınıza bir şey gəlirsə, bu sizin dərs almağınız üçündür. Və dərsinizi alırsınızsa, çox səhv edənlər xoşbəxtdir. Səbəb nədir? Səhv edir, səhvini görür və həmin səhvdən dərs alır. Çünki daha çox dərs alır axı, daha çox peşəkarlaşır, daha çox problemləri həll etmiş olur. Daha çox özgüvənli olur bu insan. Ona görə də səhv etməkdən qorxmayın. Sadəcə və sadəcə edin. Uğurun yolu sadəcə hərəkət etməkdir. Baxın, uşağa deyirəm ki, bu yola çıxırsan, yorulacaqsan, ağrıyacaqsan, incinəcəksən. Elə günlərin olacaq ki, hər şeyi kənara atıb, nifrət edib oturub ağlayasan. Hər kəsdən bezəsən, heç kimi görmək istəməyənsən. Olacaq. Olacaq. Bu hamısında olub, amma bəziləri demək istəməyib də təbii ki, bu elə bir şeylərdir ki, hamısı demək istəmir. Səndə də olacaq. Ürəyin bulanacaq, kitab görmək istəməyəcəksən. Nə vaxt bitəcək deyəcəksən. Üstünə o qədər ağırlıq çökəcək. Amma hər kəs yaşayır bunu, təkcə sən yaşamırsan. Bunu mən də yaşamışam, bunu digərlər də yaşayıb. Bunu bütün müəllimələriniz də yaşayıb. Hamı yaşayıb. Amma uğurlu olan şəxslər bunlara qalib gələnlərdir. Yorğun davam edənlərdir. Ağlaya-ağlaya göz yaşlarını silib davam edənlərdir. Ebi yoxdur, əziyyət çəkirəm, ağrıyıram, ebi yoxdur, belə də davam edənlərdir. Ağrılarını, acılarını çiynəyə yığıb davam edənlərdir. Mən sizə yol göstərirəm. Mənə demək asan ola bilər. Amma bu prosesi etmək, baxın, neçə dəqiqədə edirik, danışıram. Kənardan asat görünə bilər. Amma bu uzun bir müddətdə yoldur. Bu yolu siz gedəcəksiniz. Mən sizə yolu göstərirəm. Yolda düşəcəksən, qalxacaqsan, borana düşəcəksən, çox isti olacaq, çox soyuq olacaq. Ayağın daşa dəyəcək, yıxılacaqsan, qanayacaqsan, hər cür əziyyət çəkəcəksən. Amma mən sənə öyrədəcəm oradan necə qalxmaq lazımdır. Mən sənə öyrədəcəm ki, sən düşəndə necə qalxmalısan ki, incinməyəsən. Amma o yol getmək sənə məxsusdur. O yol getməlisən. Onları öyrənməlisən. Sən bu dünyaya gəlmisənsə, öyrənməlisən. Gözləmə kimsə sən üçün nəsə eləyəcək, xeyr. Və sən bu yoldan keçsən, bu yolun qalibi olsun, artıq həyatına çox-çox önəmli, çox-çox belə deyək də, öndən başlayacaqsan. Niyə? Çünki sən əzmi öyrəndin, sən özünə söz keçirməyi öyrəndin, sən özünə hörmət etməyi öyrəndin, sən özünə, düşüncələrinə, bunlara sahib çıxmağı öyrəndin, özünü idarə etməyi öyrəndin. Özünü idarə edə bilən insan çox güclü insandır, çox. Sən bir də özünü idarə edə bilmirsən, hansı böyük planlardan danışırsan, hansı böyük xəyallardan danışırsan. Sən həyatda başqa nə edə bilərsən ki, sən özünü idarə edə bilmirsən, özünə söz keçirə bilmirsən, heç nə. Özünü gelişdirə bilməyən insan hansı böyük layihələrdən, hansı böyük planlardan, arzulardan danışa bilər? Heç nədir. Ona görə də mən hər zaman deyirəm,
Ən böyük proyektiniz özünüzsüz və bu proyektin, layihənin üzərində çox yaxşı işləyin. Çox yaxşı işləyin. Özünüzə inanın. Heç kim inanmasa da özünüzə inanın. Heç kim inanmasa da. Sizə heç kim lazım deyil. Bəzən səhv düşünürsünüz. Sizin yanınızda heç kimin olmağı lazım deyil. Dünyaya tək gəlmisiniz, tək də gedəcəksiniz. O insanlar bugün var, sabah yoxdur. Onlar bir səhvinizə baxır. Və sizi sırası atıb gedə bilərlər. Tək qalacaq olan bir dənə sizsiniz. Siz kimi düşünürsünüz? Siz kimin fikirlərini özünüzküləşdirirsiniz? Fikirlərinə görə hərəkət edirsiniz? Bu qədərmi özünüzü sevmirsiniz? Bu qədərmi hörmətsiz yanaşırsınız özünüzə? Etməyin bunu özünüzə. Etməyin. Öz yanınızda durun. Deyin ki, mənim yanımda mən varam. Məni heç kim yıxa bilməz. Mənə mən dəstəyəm. Mənə heç kimin dəstəyi də lazım deyil. Heç kimin güvənməyi, heç kimin motivasiya verməyi lazım deyil. Mənim yanımda mən varamsa, mən bacaracağım. Bax, bunu dediyiniz anda həyatınızı öz əlinizə alırsınız. Bəli. Unutmayın, təkcə bu deyil. Həyatınızı istənilən bir məqsəd qoysaz, yenə bu əziyyətləri çəkəcəksiniz. Bu əziyyəti indi çəkin, öyrənin, sonra çəkməyin. Oldu mu? Belə. Ümid edirəm ki, bəyəndiniz. Ümid edirəm ki, sizə kömək ola bildim. Mütləq ki, şərhlərdə yazın. Uşaqlar orada mənə sual verir ki, sizin dərslərinizə qoşulmaq istəyirəm. Bəli, bizim videonun altında nömrəmiz olacaq, əlaqə nömrəmiz, Zido Akademiya nömrəsi. Oraya yazsaz mənlə əlaqə saxlaya bilərsiniz. Riyaziyyat, fizika dərslərinə qoşulmaq istəyirsinizsə, problem yoxdur, qoşula bilərsiniz. Və uğurlu olmaq istəyirsinizsə, psixoloji dərsimizə qoşulmaq istəyirsinizsə və məndən özəl mentorluq almaq istəyirsinizsə, dərslərə qoşula bilərsiniz. Mən sizi daha uğurlu görmək istəyirəm. Mən sizi gələn ilin 2026-2027-ci tədris ilinin 600+ yığanları və daha uğurlu şəxslərini görmək istəyirəm. Belə deyək də, şərt deyil 600+ yığasınız. Şərt odur ki, özünüzü tanıyasınız. Özünüz üçün çox-çox uğurlu olasınız və hər birinizi uğurlu görmək istəyirəm. Ümid edirəm ki, bəyəndiniz. Mənə çox xoş oldu. Videoların istəyirəm arada gəlsin. Amma bundan sonraki dərs nə ilə bağlı olsun, onu da mütləq ki, mənə bildirin. Mən bu mövzuda sizinlə danışım və sizə dəstək olum. Videonu dostlarınıza göndərməyi unutmayın. Onlar da bir dəstək olsun. Şərh yazmağı unutmayın. Və sizi şərhlərdə gözləyirəm. Bütün fikirlərinizi orada bildirə bilərsiniz. Sağ olun.